Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni İbrahim Borçalı sosial mediada etdiyi son paylaşımı ilə izləyicilərini duyğulandırıb. Xəbər verilir ki, faciəvi şəkildə dünyasını dəyişmiş oğlunun uşaqlıq illərində anasına yazdığı həmin məktubu bölüşən sənətçi qeyd edib. Bu məktub illər öncə oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə saf duyğularla yazılmışdır. Həmin məktubu qızın 5 il boyunca gizlədib, verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirərək ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bugün bizimlə bölüşərək göz yaşları ilə olsa da bizi çox sevindirdi. Gürür duyuram səninlə qızım. Oğlum nur içində yat. Sözlərin bugün bizi sənə daha da yaxınlaşdırdı. Xatırladaq ki, İbrahim Borçalının oğlu Rəhim 21 yaşında Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.